Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə yeni test toplumumuzdan artikl mövzusuna aid olan testlərin ikinci hissəsinin izahını verəcəm. Gəlin testlərimizə baxaq. Baxırıq, boşluqdan sonra sayılan tək cisim, bildiyimiz kimi sayılan tək cisimlərin qarşısına biz boşluğu verə bilmərik. Avtomatik A, D, Y variantı getdi. Baxaq, cavab olaraq qaldı nə? B ilə C variantı. Burada əgər sayılan tək cisim samitlə tələffüz olunursa qarşısında E, saitlə tələffüz olunduğunda qarşısında nə veririk? N artiklı veririk. Samitlə tələffüz olunduğuna qarşısında nə veririk? E artiklı veririk. Burada da bildiyimiz kimi məktub məlumdursa, yəni məlum məktuba cavab verməlidir, məktuba cavab verilməlidir. Ona görə düzgün cavabımız olacaq burada nə? B variantı. Baxırıq 52-ci sualımıza. Yenə burada hər iki tərəfdə sayılan tək cisim gəlib. Bildiyimiz kimi sayılan tək cisimlərin qarşısına biz boşluq verə bilmərik. Avtomatik A, D, C variantı çıxır. Cavab olaraq qalır B, Y variantı. Baxaq burada. Yenə burada sayılan tək cisim qarşısında boşluq verə bilmərik. Y variantımız da gedir. Düzgün cavabımız qalır burada B variantı. Yəni səhnənin nə ilə görünüşündən söhbət gedir. 53-cü suala baxırıq. Yenə baxırıq. Boşluqdan sonra sayılan tək cisim. Yenə sayılan tək cisim gəlib. Deməli sayılan tək cisimlərin qarşısında biz boşluq verə bilmərik. Avtomatik A, D, Y, C variantı getdi. Düzgün cavabımız qaldı burada nə? B variantı. 54-cü sualımıza baxırıq. Burada aeroportların qarşısında biz dedik ki, Z artiklı verir, həm də bu sayılan tək cisim kimi götürsə, yenə qarşısında boşluq verə bilmərik. Yenə burada ikinci tərəfdə bizdə nə gəlib? Sayılan tək cisim gəlib. Sayılan tək cisimlərin qarşısında biz nə verə bilmərik? Boşluq verə bilmərik. Avtomatik A, D, B, Y variantları gedir. Düzgün cavabımız burada nə qalacaq? C variantı. 55-ci sualımıza baxırıq. Aha, burada yenə gəlib bizdə sayılan tək cisim. Baxaq görək. Deməli, deyir təyyarə yerə enəndə sən nə etməlisən? Çıxışa doğru getməlisən. Ona görə burada nədir? Məlum təyyarədən söhbət gedir. Yəni sənin olduğun təyyarədən söhbət gedir. Təlimat verilir. Ona görə hər iki tərəfdə nə olacaq? Deməli, burada boşluq ola bilməz, boşluq ola bilməz, boşluq ola bilməz. Burada da çıxış bizə məlum olduğuna görə, yəni bildik ki, əgər hər hansı bir məlum isimdən söhbət getdirsə, məlumdursa bizə nə veririk? Müəyyənlik artiklından istifadə edirik. Ona görə burada da cavabımız olacaq 55-də Y variantı. Altıncı sualımıza baxırıq. Group deyir burada. Sayılan tək cisim, sayılan tək cisimlərin qarşısında biz boşluq verə bilmərik. Avtomatik A, D variantı gedir. Burada da binanın çölündən söhbət gedir. Binanın çölü içi, deməli bizə məlum binadan söhbət gedir. Ona görə qarşısında nə verəcəyik? Burada Z artiklını verəcəyik. Yəni burada ikinci tərəfdə biz boşluq verə bilmərik. Düzgün cavabımız burada olacaq A variantı. 57-ci sualımıza baxırıq. Piece burada sayılır. Country əgər ölkə mənasında işlənib qarşısında boşluq verə bilmərik. Kənd mənasında isə Z artiklından istifadə edirik. Ona görə avtomatik B, Y, D variantları gedir. A ilə C variantı qalır. Burada yenə istər kənd mənasında olsun, istər şəhər mənasında olsun, country sözünün qarşısında biz boşluq verə bilmərik. Düzgün cavabımız olacaq burada nə? A variantı. Listen to the radio olacaq burada. Birinci tərəfdə Z. Burada səs eşidildi. Sayılan tək cisim gəldiyinə görə burada nə verəcəyik? E artiklından istifadə edəcəyik. Yəni burada sayılan tək cisimlərin qarşısında biz boşluq verə bilmirik. Düzgün cavabımız olacaq burada nə? C variantı. (59-cu sualımıza baxaq. Aha. Burada taqqıltıdan söhbət gedir. I heard loud knock. Taqqıltıdan söhbət gedir. Nəyin taqqıltısından söhbət gedir? Qapının. Deməli, burada birinci tərəfdə verəcəyik. Sayılan olduğuna görə boşluq verə bilmərik. Avtomatik burada C, A variantları gedir. Nəyin taqqıltısını eşitmək? Qapıda. Ona görə burada Z birinci tərəfdə olacaq E. Düzgün cavabımız da burada qalır 59-da Y variantı. 60-cı suala baxırıq. Demək, burada birinci tərəfdə sayılan tək cisim, ikinci tərəfdə yenə sayılan isim var. Bilirik ki, sayılan tək cisimlərin qarşısında biz nə verə bilmərik? Boşluq verə bilmərik. Əgər isimimiz
samitlə tələffüz olunubsa qarşısında saitlə tələffüz olunubsa qarşısında nə veririk? An artiklından istifadə edirik. Burada saitlə birinci tərəf saitlə tələffüz olunduğuna görə qarşısında an artiklından istifadə edirik. İkinci tərəfdə samitlə tələffüz olunduğuna görə nədən istifadə edəcəyik? Artiklından istifadə edirik. Düzgün cavabımız olacaq burada nə? Y variantı. 61-ci sualımıza baxırıq. Yenə burada boşluqdan sonra sayılan tək isim gəlib. Burada mütləq biz an artiklından istifadə edirik. Bilirik ki, sayılan tək isimlərin qarşısında biz boşluq verə bilmərik. Əgər burada lunch yeməklərdən söhbət gedirsə, qarşısında sifət yoxdursa, biz nədir? Artikldan istifadə edə bilmərik. Boşluq olacaq burada. Birinci tərəfdə nə verəcək? Ən qeyri-müəllif artiklından istifadə edəcək. Düzgün cavabımız olacaq burada nə? B variantı. 62-ci sualımıza baxırıq. Hər iki tərəfdə sayılan tək isim gəlib. Bildiyimiz kimi sayılan tək isimlərin qarşısında boşluq ola bilməz. Avtomatik B, Y, D variantları çıxır. Baxırıq. Burada a little deməli hansı təklif haqqında söhbət gedir. Üzr istəyirəm, burada a little time sayılmayan isim yox, little gəlib. Quantifies gəlib, yəni little bildiyimiz kimi mənfi mənada işlənib. Mənfi mənada işlənibsə, deməli, burada article verməliyik. Little nə? Yəni, mən biraz vaxtım olmalıdır ki, neyiniyim? Təklif haqqında düşünüb. İkinci tərəfdə də olacaq nə? Z. Çünki niyə? Offer burada nədir? Bizə təklif artıq məlumdur. Hansı təklifdən söhbət gedir? Sənin hazırladığın təklifdən. Ona görə burada nə verəcəyik? Z. 63-cü sualımıza baxaq. Yenə burada filmdən söhbət gedir. Baxaq görək hansı filmdən söhbət gedir. Dediyisi film, burada bilirik ki, televiziya baxmaq mənasında qarşısında artikldan istifadə etmirik. Əşyanın özündən söhbət gedirsə, biz qarşısında nə veririk? Artikl veririk. Hansı filmdən söhbət gedir? Yəni, deyirsən, filmə televiziyada və yaxud da ki, televizorda və sinemada baxdın. Deməli, film bizə məlumdur ki, biz bunun qarşısında nə veririk? Z artiklın veririk. Düzgün cavabımız olacaq burada nə? 63-də B variantı. 64-cü sualımıza baxırıq. Bilirik ki, nəqliyyat vasitələrinin qarşısında by sözün varsa, qarşısında Z artiklı və ümumiyyətlə artikl işlətmirik. By-bas olacaq, boşluq olacaq burada qarşısında. Our children go to school. Əgər uşaqlar hər gün məktəbə gedirsə, yəni orayla əlaqəli edirlərsə, biz burada nədir? School sözünün qarşısında artikl verə bilmərik. Hər iki tərəfdə nə olacaq? Boşluq olacaq. 64-cü suala baxırıq. Hər iki tərəfdə sayılan tək isim gəlib. Bildiyimiz kimi sayılan tək isimlərin qarşısında biz nə verə bilmərik? Boşluq verə bilmərik. A, B avtomatik getdi. Baxırıq. Deməli, kimlə söhbət gedir? Kompüter mouse'un nə? Kəşf edən insandan söhbət gedir. Aydındır. Ona görə nə olacaq burada? Z, ikinci tərəfdə yenə nə? Z, müəllik, hər iki tərəfdə müəllik artiklından istifadə edəcək. Düzgün cavabımız olacaq burada nə? D variantı. Aha, bildiyimiz kimi fəsillərin qarşısında biz nədən istifadə etmirik? Artikldan istifadə etmirik. Lakin burada təyin edici olduğuna görə nə verəcək? Deyir ki, fəsillərin qarşısında əgər təyin edici varsa biz nədən istifadə edirik? Artikldan istifadə edirik. Burada a cold winter morning olacaq. Bildiyimiz kimi sıra saylarla nə işlədirik? Z artiklını işlədirik. Ona görə düzgün cavabımız olacaq burada 64-də Y variantı. 67-ci sualımıza baxaq. Burada state sayılır. Cəhətlərlə də bildiyimiz kimi nədən istifadə edirik? Z artiklından istifadə edirik. Ona görə birinci tərəfdə biz boşluq sayılan tək ismi qarşısında boşluq verə bilmərik. Avtomatik A, Y getdi. İkinci tərəfdə də burada cəhətlərlə Z artiklindən işlənir. Boşluq ola bilməz. B variantı da getdi. Burada cəhətlərin qarşısında E yox, Z artikli işlənir. Ona görə düzgün cavabımız burada qalacaq nə? D variantı. 68-ci sualımıza baxaq. Bildiyimiz kimi sıra sayılarının qarşısında biz Z artikli veririk. Well sözü varsa mütləq qarşısında nə olmalıdır? Z artikli olmalıdır. Düzgün cavabımız olacaq burada nə? A variantı. 69-cu sualımıza baxaq.
Baxırıq. Burada ikinci tərəfdə nə verib? Sifətin üstünlük dərəcəsi. Sifətin üstünlük dərəcəsindən biz nə işlədirik? Z artiklını işlədirik. Avtomatik B, C, Y variantı getdi. Burada ikinci tərəfdə Z artiklı işləmiş. Nədir? Variant yalnız nədir? D variantı. Düzgün cavabımız 69-da olacaq nə? D variantı. 70-ci sualımıza baxırıq. Yenə boşluqdan sonra baxırıq ki, sifətin üstünlük dərəcəsi gəlib. Mütləq qarşısına Z artiklı verməliyik. Will sözdə bildiyimiz kimi nə ilə işlənir? Z artiklı ilə. Düzgün cavabımız olacaq burada nə? C variantı. 71-ci suala baxaq. Boşluqdan sonra sayılan təksim gəlib. Bildiyimiz kimi sayılan təksimlərin qarşısında boşluq ola bilməz. Avtomatik Y, D variantı getdi. Burada foreign countries. Burada C, general anlamda işlənib, cəm isim gəlib. Ona görə bilmirik hansı xarici ölkələrdən söhbət gedir. Düzgün cavabımız olacaq burada nə? C variantı. %72-də ikinci tərəfə fikir versək, UK. Burada bildik ki, nə işlənir? Mütləq Z artiklı işlənməlidir burada. Hansı cütlükdən söhbət gedir? Xoşbəxt cütlükdən söhbət getdiyinə görə məlumdur burada. Qarşısına nə olacaq? Z artiklı olacaq. Düzgün cavabımız burada olacaq A variantı. Yenə 73-cü suala baxaq. Hər iki tərəfdə boşluqdan sonra sayılan təksim gəlir. Bildiyimiz kimi sayılan təksimlərin qarşısında boşluq ola bilməz. Avtomatik Y, D variantı çıxır. Sayılan təksimlərlə nə işlənirdi? Hər iki tərəfdə olacaq nə? E. %74-cü sualımıza baxaq. Bildiyimiz kimi sayılan təksimlərin qarşısında boşluq ola bilməz. Yenə burada place sözü var, sayılan təksim qalıb. Will ilə nə işlənirdi? Z. Görək elə bir cavabımız var. Düzgün cavabımız olacaq burada nə? Y variantı. E, Z. 75-ci sualımıza baxaq. Bildiyimiz kimi sifətin üstünlük dərəcəsində biz mütləq Z artiklı verməliyik. Will sözü varsa qarşısına mütləq nə olmalıdır? Z olmalıdır. Düzgün cavabımız burada olacaq nə? A variantı. 76-cı sualımıza baxaq. Hələ sözü burada sayılır. Sayılan təksimlərin qarşısında boşluq ola bilməz. Avtomatik A, Y getdi. The king olacaq burada. Burada king sözü varsa özündən sonra xüsusi ad gəlməyibsə, qarşısına Z artiklını verə bilirik. Deməli, nə olacaq? E, Z elə bir cavabımız yoxdur. Boşluq ola bilməz. Burada E verə bilmərik. Düzgün cavabımız qalacaq burada nə? B variantı. Deməli, hansı şeydən saraydan söhbət gedir? İngiltərə kralının yaşadığı saraydan söhbət gedir. Ona görə hər ikisi məlum olduğuna görə qarşısında nə veririk? Z artiklını veririk. Burada bildiyimiz kimi 77-də sayılan təksimlərin qarşısına biz boşluq verə bilmərik. Avtomatik C, A, D variantı getdi. Burada əgər ölkə mənasında işlənibsə, qarşısında boşluq verə bilir. Kənd mənasında işlənibsə, qarşısında mütləq Z. Ölkə mənasında da işlənibsə, sayılan isim olduğuna görə qarşısında nə verə bilmirik? Boşluq verə bilmərik. Burada saitlə tələffüz olunduğuna görə sözümüz qarşısında nə olacaq? İkinci tərəfdə nə olacaq? E artiklı. Burada bizim düzgün cavabımız olacaq Y variantı. 78-ci sualımıza baxaq. Burada bildiyimiz kimi lake sayılan isimdir, qarşısında boşluq verə bilmərik. Thousand sözü burada cəmlənib. Qarşısında Y artiklı verə bilmərik. Deməli, birinci tərəfdə boşluq ola bilməz. A, Y avtomatik getdi. İkinci tərəfdə cəm isim gəldiyinə görə B variantı ola bilməz. Hansı göldən söhbət gedir? Minlərlə heyvanın yaşadığı göldən söhbət gedir. Deməli, göl sözü burada nədir? Bizə məlum olduğuna görə qarşısına nə veririk? Z artiklını veririk. Yenə burada country sözü gəlib. Burada əgər ölkə mənasındadırsa, ölkə və kənd fərqi yoxdur. Qarşısında biz nə verə bilmərik? Boşluq verə bilmərik. Gəlin görək variant nə çıxacaq burada. Deməli, burada boşluq verib, ikinci tərəfdə boşluq verib, sayılan təksimi qarşısında boşluq ola bilməz. Burada yenə birinci tərəfdə sayılan isim var. Bildik ki, cost, bank sözləri varsa qarşısında biz nə veririk? Z artiklını veririk. Ona görə düzgün cavabımız olacaq 79-da D variantı. Burada da boşluq, ikinci tərəfdə boşluq olduğuna görə, burada da birinci tərəfdə boşluq olduğuna görə
Y variantında da birinci tərəfdə boşluq olduğuna görə düzgün cavabımız burada qalır D variantı. 80-cı sualımıza baxırıq. Boşluqdan sonra sifətin üstünlük dərəcəsi gəlib. Bildiyimiz kimi sifətin üstünlük dərəcəsi nə işlənir? Z artiklı işlənir. Burada world sözü varsa qarşısında nə olacaq? Z. Düzgün cavabımız qalır 80-cı sualda Y variantı. 81-ci sualımıza baxırıq. Boşluqdan sonra birinci nə gəlib? Sayılan tək isim gəlib. Burada qarşısında boşluq ola bilməz. Avtomatik A, Y variantları gedir. Baxaq digər tərəfdə. Burada cəm isim gəlib. Cəm isimlərin qarşısında biz yəni artiklı istifadə etmirik. Yəni artiklı harda işlənir? Yalnız sayıla bilən tək isimlərin qarşısında. B, C variantları da gedir. Düzgün cavabımız burada nə qalacaq? D variantı. 82-ci sualımıza baxaq. Burada da sayılan tək isim gəlib. İkinci tərəfdə də sayılan tək isim gəlib. Sayılan tək isimlərin qarşısında biz boşluq verə bilmərik. Avtomatik A, D, Y gedir. Baxaq. Deməli, burada E artiklını versək. Burada artıq hansı yerdən söhbət getdiyi nədir? Bizə məlumdur. Ona görə nə veririk qarşısında? Z artiklını veririk. Düzgün cavabımız olacaq burada nə? C variantı. 83-cü suala baxırıq. Burada topik sözü sayıldığına görə qarşısında boşluq verə bilmərik. A variantı avtomatik getdi. Artıq kim üçün burada? Ailə üçün. Yəni burada məlum bir ailədən söhbət getdiyinə görə nə olacaq ikinci tərəfdə? Z olacaq. Birinci tərəfdə də nədən istifadə edəcək? Sözümüz saytla tələffüz olunduğuna görə ən artiklından istifadə edirik. Ən Z. 84-cü sualımıza baxırıq. Yenə baxırıq boşluqdan sonra sifətin üstünlük dərəcəsi gəlib. World sözü gəlib. Z. Hər ikisində Z olacaq. Düzgün cavabımız qalır. Bu da nə? A variantı. 85-ci sualımıza baxaq. Bildiyimiz kimi sıra sayılarından biz qarşısında nə istifadə edirik? Z artiklından istifadə edirik. Okeanlardır, dənizlərdir, bunlarla da çaylardır, bunlarla nə işlənir? Z artiklı. Düzgün cavabımız olacaq 85-ci sualda C variantı. Yenə 86-da boşluqdan sonra fikir versək ki, sıra sayı gəlib, sıra sayılarına biz Z artiklı işlədirik. Bunun tək və bənzəri olmayan isimləri sırasına daxildir. Bunlar da nə ilə işlənir? Z artiklindən işlənir. Bu da olacaq düzgün cavab B variantı. 87-ci sualımıza baxaq. Boşluqdan sonra sayılan tək isim gəlib. Cəhətlərlə də bildik ki, nə işlənir? Cəhətlərdən sonra birbaşa ölçü adı gəlibsə qarşısına Z verə bilmərik. Amma burada of, sonra ölçü adı gəlib. Nə olacaq? Z artiklı olacaq. Sayılan tək isimlərində də qarşısında boşluq ola bilməz. Nə olacaq burada? A long way. Düzgün cavabımız olacaq burada nə? E, Z, 87-də D variantı. 88-ci sualımıza baxırıq. Boşluqdan sonra yenə sifətin üstünlük dərəcəsi gəlib. World sözdə Z ilə işlənir. In the world. Birinci tərəfdə də nə olacaq yenə? Z. Düzgün cavabımız qalır burada nə? B variantı. 89-cu sualımıza baxırıq. Report sayılır. Burada sayılan tək isimlərin qarşısında biz boşluq verə bilmərik. Avtomatik C getdi. İkinci tərəfdə nədən söhbət gedir? Geoloji. Burada Sahara səhrasının nə ilə söhbət gedir? Geologiyasından söhbət gedir. Deməli, reportda nə haqqındadır? Elə Sahara səhrasının geologiyası haqqında. Hər iki tərəfdə nə olacaq? Z olacaq. Çünki bizə məlum olduğuna görə müəyyənlik artiklı olan Z-dən istifadə edəcək. Düzgün cavabımız qalacaq nə burada? B variantı. 90-cı sualımıza baxırıq. Yenə bildiyimiz kimi cəhətlər nədir? Qarşısında boşluq olmur. Mütləq nə ilə işlənir? Z artiklından. Əgər birbaşa ölçü adı gəlirsə və yaxud da istiqamət bildirirsə, biz o zaman cəhətlərin qarşısında Z artiklı verə bilmərik. Amma burada nədir? Hər ikisində nə olacaq? Z artiklı. Düzgün cavabımız qalacaq burada 90-da C variantı. 91-ci sualımıza baxırıq. Name burada sayılan tək isimdir. Sayılan tək isim qarşısında boşluq verə bilmərik. A, D avtomatik getdi. Hansı dənizdən söhbət gedir? Avropa ilə Afrika arasında yerləşən dənizdən söhbət gedir. Yəni Avropa ilə Afrika arasında yerləşən dənizin adından.
Deməli, burada hər iki tərəfdə nə olacaq? Z artiklı. Düzgün cavabımız olacaq burada nə? B variantı. Hər iki tərəf məlumda olduğuna görə müəyyənlik artiklı olan Z-dən istifadə edirik. Bildiyimiz kimi ölkə və şəhər adlarının qarşısına biz artikldan istifadə etmirik. Boşluq olacaq. İkinci tərəfdə cəhət var. Nurse. Z nurse olacaq. Düzgün cavabımız olacaq burada nə? 92-də A variantı. 93-cü sualımıza baxırıq. Yenə hər iki tərəfdə boşluqdan sonra cəhətlər gəlib. Cəhətlərlə bilirik ki, biz nədən istifadə edirik? Z artiklından istifadə edirik. Hər iki tərəfdə Z. Düzgün cavabımız olacaq burada nə? D variantı. 94-cü sualımıza baxaq. Deməli, ikinci tərəfdə boşluq, birinci tərəfdə sıra sayı. Birinci tərəfdə avtomatik bilirik ki, sıra saylarına nə işlənir? Z artiklı, ikinci tərəfdə boşluq ola bilməz. City söz sayıldığına görə nə veririk? E. Düzgün cavabımız olacaq burada nə? C variantı. 95-ci sualımıza baxaq. Story sayılır, Englishman sayılır, Frenchman sayılır. Deməli, hər üç tərəfdə boşluqdan sonra nə gəlib? Sayılan tək isim gəlib. Sayılan tək isimlərində qarşısında biz boşluq verə bilmirik. A, B, D avtomatik çıxdı. Burada Englishman, burada saytla tələffüz olunduğuna görə E yox. İkinci tərəfdə nədən istifadə edəcək? An artiklından istifadə edəcək. Ona görə burada düzgün cavabımız qalacaq nə? A variantı. 96-da baxırıq. Hər iki tərəfdə cəm isim gəlib. Bildiyimiz kimi cəm isimlərin qarşısında biz yəni artiklından istifadə edə bilmərik. Avtomatik C, Y, D variantı getdi. Görə düzgün cavabımız burada nə qalacaq? Deməli, hansı hekayələrdən söhbət gedir? Tarixi qəhrəmanlar haqqında. Hər iki tərəfdə nə verəcəyik? Z artiklını verəcəyik. 97-ci sualımıza baxaq. Aha, sayılan tək isim. Sayılan tək isim deməli, sayılan tək isimlərin qarşısına biz boşluq verə bilmərik. Avtomatik A, B, Y variantı getdi. Baxaq. Burada da Friends, N var. Ən artiklın biz əgər sözümüz saytla tələffüz olunursa, ən artiklından istifadə edirik. Samitlə tələffüz olunursa, mitlə nə olmalıdır qarşısında? E artiklı. Ona görə burada düzgün cavabımız olacaq nə? C variantı. Doxsan səkkizinci sualımıza baxaq. Burada general anlamda cəm isim gəlib. Cəm isimlərin qarşısında biz yəni artiklından istifadə etmirik. Avtomatik A variantı getdi. Artıq hansı şagirdlərdən söhbət gedir? Bizim qrupumuzda olan şagirdlərdən söhbət gedir. Ona görə qarşısında boşluq verə bilmərik. Yəni bizə nədir? Məlumdur hansı şagirdlərdən söhbət gedir. Qarşısında Z artiklı veririk. Burada da yeni bir dil öyrənməyə. Nə verəcək? A new language. Düzgün cavabımız olacaq burada nə? Y variantı. 99-cu sualımıza baxırıq. Boşluqdan sonra sayılan tək isim gəlib. Bildiyimiz kimi sayılan tək isimlərin qarşısında biz boşluq verə bilmərik. She wants to show me blouse. Hansı blouzdan söhbət gedir? Deməli, which she going to wear. Yəni, növbəti həftə partiyaya geyinəcəyi nədən söhbət gedir? Geyimdən söhbət gedir. Ona görə bunu da nədir? Bizə məlumdur. Z artiklı verəcək burada. İkinci tərəfdə yenə nə olacaq? At the part. Z, düzgün cavabımız burada nə qalacaq? A variantı. Aha, boşluqdan sonra sayılan tək isim, sayılan tək isim, sayılan tək isim. Bildiyimiz kimi sayılan tək isimlərin qarşısına biz boşluq verə bilmərik. Avtomatik A, Y getdi. Görək burada bizim düzgün cavabımız nə qalacaq? Burada bilirik ki, H tələffüz olunmur. Sözümüz saytla tələffüz olunur. N olacaq burada. İkinci tərəfdə N verə bilmərik. E olacaq burada. Baxaq elə bir cavabımız varmı? Var. Düzgün cavabımız olacaq burada nə? C variantı. 101-ci suala baxaq. Boşluqdan sonra sayılan tək isim, sayılan tək isim. Bildiyimiz kimi sayılan tək isimlərin qarşısında biz nə verə bilmərik? Boşluq verə bilmərik. Boşluqdan sonra cəm isim gəlib.
Cəm isimlərindən biz nə verə bilmərik? Yəni artiklı verə bilmərik. Avtomatik C, B, A variantı gedir. Y variantı gedir. Bildiyimiz kimi saylən tək isimlərin qarşısında boşluq ola bilməz. Ona görə düzgün cavabımız burada nə qalır? D variantı. 102. Bildiyimiz kimi oyun və fənn adlarının qarşısında biz nə vermirik? Yəni artiklı vermirik. Yəni artiklı yalnız harda işlənirdi? Ümumiyyətlə oyun fənn adlarının qarşısında artiklı işlənmirdi. Baxaq. Yəni artiklda işlənirdi sayıla bilən tək isimlərin qarşısında. Baxaq, ikinci tərəfdə də burada nə gəlib? Boşluqdan sonra cəm isim gəlib. Cəm isim gəlibsə, qarşısında yəni artikldan istifadə edə bilmərik. Üçüncü tərəfdə boşluqdan sonra nə gəlib? Sayılan tək isim gəlib. Sayılan tək isim qarşısında da biz boşluq verə bilmərik. Ona görə burada düzgün cavabımız bizim qalacaq nə? B variantı. %103-cü sualımıza baxaq. Mostdan sonra birbaşa isim gəlibsə qarşısında nə olacaq? Z artiklı olmayacaq. Boşluq olacaq. İkinci tərəfə baxırıq. Worst sifətin üstünlük dərəcəsidir. Qarşısında Z artiklı olacaq. Deməli, week varsa nəyinci gündən söhbət gedir? Həftənin gündən söhbət gedir. Burada da Z artiklı olacaq. Deməli, birinci tərəfdə boşluq, ikinci tərəfdə Z, üçüncü tərəfdə Z var. Elə bir variant var. Düzgün cavabımız olacaq burada nə? B variantı. 104-cü sual. Yəni burada boşluqdan sonra nə gəlib? Birbaşa mostdan sonra da birbaşa nə gəlib? İsim gəlib. Mostdan sonra birbaşa isim gəlibsə biz mostun qarşısında nə deyə Z artiklını verə bilmərik. Deməli, birinci tərəfdə boşluq olacaq. İkinci tərəfdə 5 söz, üçüncü tərəfdə 5 söz var. Sifətin üstünlük dərəcəsində bir nə işlənir? Z artiklı işlənir. Artıq yəni uşaqlar deyir ki, uşaqların əksəriyyəti deyir imtahandan keçdi və yaxşı nəticələr göstərilir. Deməli, bu imtahan sözü bizə nədir? İmtahanlar bizə məlumdur ki, nədir? Z artiklı verə bilərik qarşısına. Düzgün cavabımız olacaq burada nə? 104-də Y variantı. 105-ci suala baxaq. Gold deyir ki, bərk maddələr sayılmır. Sayılmayan isimlərin qarşısında yəni artiklından biz istifadə etmirik. Boşluq olacaq burada. Lands, burada hansı torpaqlardan söhbət gedir? Kolumb tərəfindən kəşf olunan torpaqlardan söhbət gedir. Ona görə burada məlum olduğuna görə nə veririk qarşısında? Z artiklı veririk. Düzgün cavabımız olacaq burada nə? Y variantı. 106-cı suala baxırıq. Hər iki tərəfdə boşluqdan sonra sayılan tək isim gəlib. Sayılan tək isimlərində qarşısında biz nə verə bilmərik? Boşluq verə bilmərik. Avtomatik C, D variantı gedir. Hansı crossworddan söhbət gedir burada? Arthur tərəfindən nədir? Tamamlanan crossworddan söhbət gedir. Deməli, bu bizə nədir? Məlumdur. Qarşısında nə olacaq? Z artiklı. İkinci tərəfdə də game sözü sayıldığına görə qarşısında nə olacaq? E artiklı. Düzgün cavabımız var elə bir cavab Z, E, A variantı. 107-ci sualımıza baxırıq. San, tək və bənzəri olmayan isimlərə daxildir. Qarşısında nə olacaq? Z artiklı olacaq. Burada Windows. Nəyin pəncərələrindən söhbət gedir? Otağın pəncərələrindən söhbət gedir. Burada da Z artiklı olacaq. Quşların səsi, deməli, burada boşluqdan sonra tris gəlir. Yəni, bu bizə məlumdur ki, hansı ağazdaydı quşlar? Məlum olduğuna görə burada Z olacaq. Artıq bu, əgər quşların səsini eşidirsə, ağaclar da nədir artıq burada? Bizə məlumdur. Z, düzgün cavabımız olacaq burada nə? Y variantı. 108-ci sualımıza baxırıq. For a long time deyirik. Aydındır. Üçüncü tərəfdə baxırıq. Sing söz sayılır. Deməli, sayılan tək isimlərin qarşısında nə olmaz? Boşluq ola bilməz. Üçüncü tərəfdə də boşluq verə bilmərik. Avtomatik Y, D, A variantı çıxır. C variantı da çıxır. Burada for a long time deyirik. Düzgün cavabımız olacaq burada nə? B variantı. 109-cu sualımıza baxırıq. Dedi ki, nəqliyyat vasitələrinin qarşısında by sözünü varsa biz heç bir artikldan istifadə etmirik. Qarşısında boşluq olacaq. İkinci tərəfə fikir versək, baz sözü burada sayıldığına görə we taking. Aha, but today we were taking. Burada nə olacaq? Z artiklı olacaq. Taking Z bas olacaq. Düzgün cavabımız olacaq nə? B variantı.
Baxaq. Burada birinci tərəfdə cəm isim gəlib, ikinci tərəfdə nə gəlib? Sayılan tək isim. Sayılan tək isimlərin qarşısında boşluq ola bilməz. Avtomatik B variantını çıxırıq. Hansı insanlardan söhbət gedir? Yolla üzbəyiz yaşayan insanlar. Deməli, burada nədir? Bizə məlumdur. Z artiklı olacaq. Yol da bizə məlum olduğuna görə burada nə olacaq? Z artiklı. Hər ikisində nə? Z düzgün cavabımız olacaq. Burada nə? C variantı. At the beginning deyirik. Bilir ki, oyun fənn adlarının qarşısında, elm adlarının qarşısında nə olur? Artikl işləmir, boşluq olur. Burada ya artikl olmaz. Burada birinci tərəfdə boşluq verə bilmərik. Y variantda birinci tərəfdə boşluq verə bilmərik. Burada at the beginning of deyirik. Ona görə düzgün cavabımız olacaq nə? A variantı. 112-ci sualımıza baxırıq. Sayılmayan isim, sayılmayan isim. Hər ikisində nə olacaq? Boşluq olacaq. Düzgün cavab nə qaldı burada? B variantı. Aha, 113. Mostdan sonra dedik ki, sifət gəlirsə, sifət plus isim gəlirsə, qarşısına nə verə bilirik? Z artiklini verə bilirik. Baxaq, görək. İkinci tərəfdə nə veririk? Hansı dünyadan söhbət gedir? Müasir dünyanın problemlərindən söhbət gedir. Burada da Z olacaq. Artıq ikinci tərəfdə nə veririk? Boşluq verəcək. Düzgün cavabımız burada olacaq nə? Y variantı. 114-cü sualımıza baxırıq. Idea sayılır, problem sayılır. Sayıla bilən tək isimlərin qarşısında boşluq ola bilməz. Avtomatik A-yə getdi. Birinci tərəfdə deməli sayılandırsa N-dən verəcəyik. İkinci tərəfdəki problem sözü samitlə tələffüz olunduğuna görə Y artiklından istifadə edəcək. Artıq düzgün cavabımız burada nə qalacaq? 114-də baxaq. We cancel of. Aha, sorry, burada problem sayılır. Hansı problemdən söhbət gedir? Yəni, məlum problemdə deyir, biz onu necə həll etməliyik? Burada düzgün cavabımız olacaq, deməli, N, Z. Düzgün cavab qalır burada nə? A variantı. T sayılmır. Sayılmayan isimlərin qarşısında biz nə verə bilmərik? Yəni, artiklından istifadə edə bilmərik. Boşluq. Görək. İkinci tərəfdə nə verir? She doesn't like tea that comes from Sri Lanka. Aha. İkinci tərəf daxil. T bizə məlumdur. Hansı çaydan söhbət gedir? Şri Lankadan gələn çaydan söhbət gedir. Məlum olduğuna görə biz bunun qarşısına nə verə bilmərik? Boşluq verə bilmərik. Ona görə burada nə olacaq? Birinci tərəfdə boşluq, ikinci tərəfdə Z. Düzgün cavabımız nə qalır? A variantı. Aha. Hər iki tərəfdə sayılan isim var. Sayılan isimlərin qarşısında boşluq ola bilməz. Avtomatik A, C, Y getdi. Qalır B ilə D variantı. Burada at the airport deyirik. İkinci tərəfdə nə olacaq? N artiklı olacaq. Çünki burada samitlə tələffüz olunduğuna görə qarşısına N-dən istifadə edə bilmərik. Ona görə D variantı B variantı gedir. Düzgün cavabımız burada nə qalır? D variantı. 117-ci suala baxaq. Burada boşluqdan sonra baxırıq ki, sayılmayan isim var, sayılmayan isim var. Sayılmayan isimlərində qarşısında biz nədir? Yəni artiklından istifadə edə bilmərik. Ona görə baxaq, boşluq, boşluq. Deməli, hər üçündə boşluq olacaq burada. Ona görə düzgün cavabımız nə qalır? C variantı. Burada da general anlamda danışdığına görə Z artiklından istifadə edə bilmərik. %118-ci sualımıza baxırıq. Burada birinci tərəf, ikinci tərəfdə the main reasons deyirik. Yəni bu bizim qarşımıza çıxıb. The main reasons air pollution. Burada sayılmayan isim gəlib, sayılmayan isim qarşısında boşluq olacaq. Yəni artiklından istifadə edə bilməyəcəyik. Burada nədən söhbət gedir? Məlumdur. Maşınların tüstüsündən. Məlum olduğuna görə biz burada nə veririk? Z artiklı veririk. Ona görə düzgün cavabımız qalacaq burada nə? A variantı. 119-cu suala baxırıq. Boşluqdan sonra sayılan tək isim, sayılan tək isimlərin qarşısında boşluq ola bilməz. Deməli, sayılan tək isim. Burada da product
silent tək isim kimi götürürük. Baxaq görək buna uyğun variant varmı? Deməli birinci tərəfdə silent tək isim. Baxaq. Olacaq burada. Baxaq düzgün variant varmı buna uyğun? Bir dənə B variantı burada düzgün variant kimi götürə bilərik. Quality sözündə burada nə kimi götürüb? Yüksək bir keyfiyyət kimi. Silent isim kimi götürdüyünə görə hər iki tərəfdə nə veririk? Artiklından istifadə edirik. Burada silent tək isim gəlib. İkinci tərəfdə yenə silent tək isim gəlib. Silent tək isimlərin qarşısında biz boşluq verə bilmərik. Avtomatik A, B variantımız gedir. Group olacaq. İkinci tərəfdə nə veririk? Z artiklı. Düzgün cavabımız olacaq burada nə? C variantı. Yenə 121-də burada nə gəlib? Boşluqdan sonra silent tək isim gəlib. Silent tək isim qarşısında biz boşluq verə bilmərik. İkinci tərəfdə nə deyir? The Baikal is a source of beauty. Görək. Beauty and power. People. Aha. Burada da people sözü bizə məlum olduğuna görə kim üçün? Rusiyada olan insanlar üçün. Yəni Rusiya xalqı üçün the people olacaq. Düzgün cavabımız olacaq burada Z, B variantı. 123-cü sualımıza baxaq. Boşluqdan sonra sifətin üstünə iş dərəcəsi bildiyimiz kimi sifətin üstünə iş dərəcəsi nə işlənir? Z artiklı işlənir. World varsa the world olacaq. Ona görə nə olacaq? A variantı. 123-cü sualımıza baxırıq. Aha. Qonaqpərvər, yenə mostdan sonra sifət, sifətdən sonra isim. Deməli, sifət bir isim varsa qarşısına Z artiklı veririk. Mostdan sonra birbaşa isim gələndə qarşısında nə vermirik? Z artiklı vermirik. İkinci tərəfdə world söz var. O da nə ilə işlənir? Z artiklı işlənir. Düzgün cavabımız olacaq burada nə? Y variantı. Baxaq. Country sözü sayılır. Sayıldığına görə biz nədir? Bunun qarşısında boşluq verə bilmərik. Baxaq. İkinci tərəfdə the capital olacaq burada. Ona görə 124-də düzgün cavabımız qalır nə? B variantı. Z. Silent tək isim qarşısında boşluq ola bilməz, boşluq ola bilməz, boşluq ola bilməz. Artıq burada paytaxt, Haran paytaxtından söhbət getdiyinə görə, məlum olduğuna görə nə veririk? İkinci tərəfdə Z artiklını veririk. Düzgün cavabımız qalır burada B variantı. Aha, 125-ci sualımıza baxırıq. Language sözün burada bir dəfə istifadə edib, artıq ikinci dəfə burada yenə dildən söhbət getdiyinə görə biz deyimiz kimi artıq nədir? Məlum olduğuna görə deyir ki, biz birinci dəfə bir əşya varlıq haqqında danışanda onun qarşısında Z artiklı verə bilmərik. Artıq ikinci dəfə həmin şəxs və əşya haqqında danışanda nə veririk? Qarşısında Z artiklı. Çünki söhbətin kimdən və nədən getdiyi nədir? Bizə məlumdur. Z artiklı. İkinci tərəfdə yenə boşluqdan sonra sifətin üstünlük dərəcəsi gəldiyinə görə Z olacaq. Düzgün cavabımız burada nə qalır? D variantı. 126-cı sualımıza baxırıq. Aha, burada Şimali Amerikada olan nədən söhbət gedir? Ölkələrdən söhbət gedir. All the countries on the continent. Continent sözü varsa burada nə ilə işlənir? Z ilə işlənir. Buna görə düzgün cavabımız burada elə qalacaq. Hər iki tərəfdə Z, Y variantı. Burada boşluqdan sonra silent tək isim gəlib. Burada bilirik ki, North Bank cəhətlərlə biz nə işlədirik? Z artiklını işlədirik. Ona görə burada olacaq Z. Elə bir cavab varmı? Var. Düzgün cavabımız olacaq burada Y variantı. Bu qədər. Növbəti videolarda görüşənədək Allah hər birinizə zehin açıqlığı versin.